Salam, bugün sizinlə 5.2 həzm sisteminin quruluşu və funksiyası dərsinin iş dəftərindəki tapşırıqlara baxacağıq. Gəlin başlayaq. Birinci, həzm orqanlarının adlarını boş xanalarda qeyd et. Bu, ağız boşluğu, daha sonra qida borusu, qaraciyər, mədə, öd kisəsi, bu hissə mədəaltı vəz, yoğun bağırsaq, nazik bağırsaq, bu isə düz bağırsaq. Şəkildə onurğasızların, gövşəyən heyvanların və insan həzm sistemi təsvir olunub. Verilən orqanizmlərdə həzm sisteminə aid orqanın adının qarşısında cədvəldə müsbət işarəsini qeyd et. Baxaq, soğulcanda ağız var. Udulaq, qida borusu, çinədan, mədə, nazik və yoğun bağırsaq soğulcanda yoxdur, sadəcə bağırsaq var. Anal dəliksə var. Gövşəyəndə və insanda isə, yəni qaramal və insanda isə ağız, udulaq, qida borusu, hər ikisində çinadan yoxdur. Mədə, nazik bağırsaq hər ikisində var. Yoğun bağırsaq hər ikisində var. Anal dəlik hər ikisində var. Bunları da yazaq. Bu şəkildə çinadan yalnız soğulcanda olacaq, nazik və yoğun bağırsaq isə insan və qaramalda olacaq. Fikrinizcə bu fərqlər nə ilə əlaqədardır? Bunlarda həzm sistemində bu fərqlərin olması onların qidalanma tipindən asılı olaraq dəyişəcək. Soğulcan torpaqda olan hazır üzvü qida maddələrlə qidalanır. Həzm sistemi daha sadədir, sadə onurğasız bir canlıdır. Həmçinin çinədanı vardır ki, çinədan da funksiyası qidanı bir müddət saxlamaq və orada qidanın nəmlənməsindən və bir müddət saxlanmasından ibarətdir çinadan. Sonra isə mədəyə göndərir qidanı. Qaramalda isə əsasən ot mənşəli qidadan, bitki mənşəli qidadan qidalandığı üçün bilirsiniz, bitki mənşəli qidanın da təklifində selluloza çoxdur. Bunun üçün bunlarda 2 dəfə çeynəmə hadisəsi, yəni gövşəmə hadisəsi vardır. Mədəsinin hissələri çoxdur. 4 kameral mədədən ibarətdir. İşkəmbə, tor, qat-qat və qursaqdan. İnsan isə omnivorda hər şeylə qidalanan bir canlıdır. Mədəsi bir hissəlidir. Bu da bunların qidasının irəli gəlinən bir quruluşlarıdır. Üçüncü, yetişkin insan ağız boşluğundakı aşağı və yuxarı çənələrdə yerləşən dişlərin adlarını sxemdə qeyd et. Baxın, öndə bu 4 ədəd yerləşən, həmçinin aşağıda bunlar kəsici dişlərdir. Birinci kəsicini yazaq. Kəsici dişləri öndə 4, aşağıda 4, ümumilikdə 8 dənədir. Sonra keçəciş, kəsicilərin yanında sağ və sol tərəfində baxın bunlar. Eynən aşağıda, yuxarı çənədə 2, aşağı çənədə 2 köpək dişləri var. Bunlarsa köpək dişi, bunlarsa 4 ədəddir. Yuxarıda 2, aşağıda 2, ümumilikdə 4 ədəd. Köpəkdən sonra kiçik azı dişləri baxın. Burada 2, burada 2, 4 dənə. Həmçinin burada 4 dənə. Ümumilikdə 8 dənə kiçik azı dişləri var. Kiçik azı. Bu isə edəcək 8 dənə. Kiçik azılardan sonra isə böyük azı gələcək. Böyük azı yuxarı çənədə 3 dənə, aşağı çənədə 3 dənə. Burada yuxarı çənədə 2 dənə göstərdir, səhv eləmirəmsə, amma 3-3 olmalıdır ağıl dişləri ilə birlikdə. Biri də arxada var, 3-3 götürə bilərik. Ümumilikdə 6 yuxarıda, 6 aşağıda 12 dənə böyük azı dişimiz var. Böyük azı. 12 dənə. Yetişkin insanda 32 dənə diş olur. Keçirik B variantına. Dişin hansı hissələri 1-3 rəqəminə işarə edilmişdir? Birinci hissə ilə tacı, 2 ilə boynu, 3 ilə isə kökü göstərilmişdir. Dördüncü, düzgün cavabı tapın. Həzm sistemi şöbələrinin düzgün ardıcıllığını seçin. Həzm sisteminin şöbələri ağız boşluğu, udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və düz bağırsaq vasitəsilə xaricə, anal dəlik vasitəsilə xaricə açılır. Bundan başqa bildiyimiz kimi həzm vəzləri də vardır ki, həzm kanalının kənarda yerləşir. Burada isə doğru variantımız B. Ağız boşluğu, udulaq, qida borusu, mədə və bağırsaq bu şəkildə. İkinci, qaraciyər naxarları hara açılır? Qaraciyərlərin naxarları həmçinin mədəaltı vəzi naxarları nazik bağırsağın 12 barmaq şöbəsinə açılır. Yəni A variantı. Uyğunluğu müəyyən edir. Nazik bağırsaq, yoğun bağırsaq.
Baxın, burada oxlar düzgün qurulmamışdı. Bu oxlardan biri nazik bağırsağı göstərməlidir. Gəlin biz buradan yazaq oxu. Bu nazik bağırsağı göstərsin. Bu isə yoğun bağırsağı. Yəni bu şəkildə A və B işarə eləməliyik. Burada görürsünüz, nazik bağırsaq və yoğun bağırsaq verib. Belə yazaq bunu A. Bu hissəni isə B işarə eləyək, yəni yoğun bağırsaq. Daha sonra nazik bağırsağın ilkin şöbəsi 12 barmaq bağırsaqdır. Yəni burada 2-dən verilib. 12 barmaq bağırsaq acı bağırsaq, daha sonra isə qalça bağırsaq yazacağıq. 4 və 7. 2, 4, 7. 12 barmaq acı qalça bağırsaq. Yoğun bağırsaqda isə birinci, baxın, kör bağırsaq, çəmbər bağırsaq, düz bağırsaq gəlir. Bu kör bağırsağın apendiks adlanan çıxıntısıdır. 3-dən göstərib, baxın bu 3-lə göstərib. Daha sonra kör bağırsaq 5-lə göstərib, çəmbər bağırsaq neçə yazıb 6 və düz bağırsaqsa 1-lə. Bu şəkildə sağ olun.